Mən elə bir sənətkarım ki, məni zəif sənətçi mənim sənətimi yorumlaya bilməz. Necə ki, Vasif Məhrəmli yorumlaya bilmədi. Mənim sənətimə yorum verə bilər Elza Seyid Cahan. Çünki onun qanından musiqi axır. Elza Seyid Cahan yaxşı bəstəkardır. Mən onu çox da xoşlayıram. Onun mahnılarını da sevirəm. Yəni, ikincisi, yəni onun o sözü mənə xoş gəlmədi ki. Gəlmədi? Gəlmədi ki. Bəli. Yəni, mən həyatımdan kifayətlənmişəm, bu müzə kimə deyərlər. Kimsə, məsələn, həyatı puç olmuş insana deyərlər ki, onu ki, yəni, gedə bilmədi də irəli, yəni, həyatına kifayətləndir. Yox, bəlkə... Yəni, bugünkü gündə mənim bir dənə bayat kirazıma 48 dövlət tanıyır. Qızıl fonddadır o, heç mənim bayat kirazım qızıl fonddadır, amma 48 dövlət tanıyır. Mənim, yəni, sözüm... Yox, orada da bir şey oldu, dedi, bu uşaq vaxtında olub da. Yox, ne olsun ya? O bir mikrofona, xahiş eləm, danışıq üçün olan. Axır ki, bu kişi oxuyub da onu, ya uşaq vaxtı. Yox, hələ onu qoydu bir qırağa. Mənim elə indiyənə kimi günü büyüyündə hər bir oxuduğum musiqi xit olub. Bəli. Hər bir oxuduğum musiqi, istəyir muğam oxuyum, istəyir mahnı. Amma mən onu Vasif Məhrəmliyə, yəni buradan bu ortalığa bu şey çıxır ki, ya Vasif Məhrəmliyə indiyənə qədər mənim sənətim çatmayıb, ya da ki, məni çəkə bilmir. Bunun ikisidir, yəni iki dənə şey görürəm. Mən sizə bəlkə də orada ya fikrini tam izah etməyib, ya da yanlış anlaşılır. Bəs mən də onu görürəm. Ya çatmayıb mənim sənətim ona, indiyənə kimi. Yox, o mənim oxumağımı indiyənədən başa düşməyib. Çünki uman yerdən küsəllər. Mən Vasifdən o açıqlamanı gözləmirəm axı. Amma Vasifə demək istəyirəm ki, Vasif, yəni biz Vasiflə yenə deyirəm, mən şəxsi söhbət deyil ha bu. Bu musiqiyə müdaxilədir. Musiqi ilə, bəli. Musiqiyə müdaxilədir. Mən Vasifə demək istəyirəm ki, bax ekrandan, bəli. Vasif, sənin yatmışsan fil qurağında, sənin xəbərin yoxdur. Mənim səsim Hollywooddan da gəlir, Çindən də gəlir, Moskvadan da gəlir. Moskvada elə hər gün qoyacaqsınlar. Yəni, sadəcə orası sən bilmirsən, amma bilmədiyin şeyə də yorum vermə.